Onu qeyd edeyim ki, böyük siyasətdə birdən-birə heç nə olmur, birdən-birə o görünə bilir. Amma əslində o icebergin görünməyən hissələri var ki, o proses gedir. 2500 ildən artıqdır ki, Azərbaycan-Çin əlaqələri var. 2500 ildən artıqdır ki, biz qədim İpək yolu ilə əlaqə saxlamışıq, dostluq münasibətlərinə malik olmuşuq, söhbət xalqlarımızdan gedir. Bəli. Və böyük Nizaminin əgər 7 gözəlinin bir gözəli də Çin gözəlinin vəsfinə həsr olunubsa, bu artıq elə özü, bu faktın özü xeyli mətləbdən bizi agah edir. O ki, qaldığı sualınızla bağlı, hörmətli Vüqar müəllimin, həmkarımın dediyi fikirlə tam şərikəm ki, bugün Çin, sizin söylədiyiniz o formal, yaranmaqda olan yeni dünya nizamının, biz onun başlanğıc mərhələsindəyik, orada xüsusi bir güc mərkəzidir. Siz təsəvvür edin ki, bir dövlətin ümumi daxili məhsulu, nominal ümumi daxili məhsulu gəlib 18 trilyon dollar ötüb keçər. 2022-ci ildən bu alıcılıq qabiliyyəti paritetinə görə Birləşmiş Ştatlar bəli keçib. Və 2030-cu ildə, yəni 5 ildən sonra elə nominal ümumi daxili məhsulda da Birləşmiş Ştatları keçmək hədəfdir. Elə hədəf demişkən, söyləyim ki, mən Çində 2 dəfə olmuşam, 2011-ci ildə təxminən bir ay və keçən ildə noyabrın 12-dən 20-sinə qədər də daha 10 gün oldum Yeni Azərbaycan Partiyası nümayəndəliyyətinin tərkibində. Bəli, o görüş, məşhur görüş. Bəli, və bu qənaətimiz onunla bağlı ki, Çin çox ciddi hədəfləri olan dövlətdir. 1921-ci ildə Çin Komünist Partiyası yaradılıb və yaradılarkən sonra hədəf qoydu ki, 100 il sonra biz Çinin üçün strateji əhəmiyyətli bir vəzifəni həll etməliyik. Çin deməli kasıb ölkədən çevrilməlidir orta zənginlikli ölkəyə. Və düz 2021-ci ildə Komünist Partiyasının yaranmasının 100 illiyində cənab Xi Jinping ölkənin sədri bəyan etdi ki, o hədəfə biz çatdı. Daha Çində yoxsulluq tamamilə ləğv olub, Çin orta zənginlikli ölkədir. Və digər hədəf nədir? Digər hədəf odur ki, bu ölkə 1949-cu ilin 1 oktyabrında elan edilib. 100 ildən sonra, yəni 2049-cu ildə ən müasir texnologiya malik ölkəyə çevrilməlidir. Yəni dünyanın bir nömrəli texnoloji ölkəsinə çevrilməlidir. Və o hədəfə çatmaq istiqamətində də addımlar atılır və biz Çində olarkən bizi bir maşın istehsalı müəssisəsinə apardılar və burada deməli pilotsuz deyirlər də, yəni sürücüsü olmadan hərəkət edən maşınlarını bizə göstərdi, biz onlardan istifadə etdik. Yəni hərdən bir qorxu da keçirdik ki, yəni bu yollara çıxıb və birdən bir texniki problem olsa, faktiki konkret sürətlə biz gedirik də. Doğrudan da 2049-cu ildə Çinin bu hədəfə çatacağına şübhə yoxdur. Bu yolla, bu sürətlə gedir. Biz bir binanın yanına keçəndə gördük ki, 5-ci mərtəbəni tikirlər. 3 gün keçəndə gördük ki, artıq 15-ci, 20-ci mərtəbədədirlər. Son dərəcə dinamik bir inkişaf seçmiş ölkədir. Həm də bir şey var, Çin xalqının, Çin zəhmətkeşlərinin sözün əsl mənasında zəhmətkeş olması ilə bərabər onlar ixtiraçıdırlar. Yəni işin, əməyin yaxşılaşdırılması üçün yeniliklərə çox can atırlar və tətbiq edirlər. Kənd təsərrüfatı ilə bağlı mən elə bu verilişə hazırlaşanda baxdım ki, son illərdə onlar necə sadə yolla nailiyyətlər əldə edirlər. Bu elə kənd təsərrüfatıdır. Dünya iqtisadiyyatının 18, 15, 19% olmaq nə deməkdir? 1,4 milyard nəfər onun əhalisidir, rəsmi statistikadır. Təsəvvür edin ki, buğda istehsalına görə, buğda istehsalı dünyada birinci yer.